Qısqanclıq haqqında sual eləmisiniz. Sahib olduğunu itirmək qorxusu qısqanclıq hisslərini insanda oyadır və şübhə fırtınası meydana gətirərək qısqanclıq evliliyə çoxlu zərər və ziyanlar verir. Ancaq yüngül bir qısqanclıq evlilikdə bir növ tikinti qatıcığı kimidir. Tikinti qatıcığı yəni daşları hörürlər, arasına palçıq qoyurlar, sementdən, qum. Bir növ yəni binanı möhkəm saxlamaq üçün. Və sevgi və diqqətin bir ifadəsidir əslində. Həmin bu yerində olan qısqanclıq. Buna şirin qısqanclıq da deyirlər, yüngül qısqanclıq da deyirlər. Günahlandırıcı və aqressiv olmayan qısqanc bir həyat yoldaşı öz həyat yoldaşını ucaldır. Amma eyni zamanda onu incitməz. Belə qısqanclıq əslində nədir? Çox faydalıdır. Ümumiyyətlə bir insanın həyat yoldaşına inanması ona veriləcək ən böyük ərmağandır.